Salam dostlar, mən boş ver, heç kanalımın adı yoxdur. Bu gün mənim videoma xoş gəlmisiniz. Bu gün sizlərlə bərabər Age of Story 2 Definite Edition'da Alman of Story oyunumuzu davam edirik. Əvvəlki videonu izləmədiysəniz gəlin izləyin. Bağışlayın. Yəni gec atdım o videonu, gecə 2-yə yaxın atdım o videonu. Amma heç nə olmaz, bu videonu da atacağam. Bu gün tez atacağam bu videonu. Yəni artıq bundan sonra düzənə girməyə çalışacağam. Bilirsiniz, ekonomi çökdü, vəziyyət çox pis idi. Toparladıq amma 100.000 gəlirimiz var. Mənim qorxduğum şey nədir? Biz bu qədər mənfi deyil. Bizim düşmanımız çox, yaxınımız yox. Minyəci biz. Bəziləri deyib ki, zəif müttəfiqalıyanlar. Bu çox məntiqli bir şeydir, bilirsiniz. Ya Fransaya nə qədər çağırsam da gəlmir. Yəni neynəsəm də gəlmir. Öldürsəm də özümü gəlmir. Yəni mən neyə bilərəm burada? Bir dəqiqə mənə dost lazımdır. Ordum yoxdur. Biri mənə girdi, hay deyəcəm, girəcəm. Girəcəklər mənə. İspaniya, Birləşik Krallıq, Ukrayna, nə bilim kimin ki. İspaniya yoxsa Birləşik Krallıq. Yəni Birləşik Krallıq çox güclüdür. Amma onu mən yanıma çəksəm, yəni İspaniya yoxsa Birləşik Krallıq deyəndə İspaniyanı çəkərəm mən yanıma. Birləşik Krallıq oradan gələcək, mənə kömək eləyəcək. Ölmüş şey mənim. Amma İspaniya burada diblərəm dibimizdədir. Buna bax. Qeyd koçum bir. Bu dəqiqə pulumuz mənfiyə çıxmır. Ukrayna pulunu ödəyir. Ukrayna, dəstəkləyirəm səni. Özüm ölüm dəstəkləyirəm. Polonya. Salam aleyküm. Deyirdim də, bab belə. Belə. Bəli. Bugünkü video bu arada qapaq. Elə bizim Kanada Amerikanı elə keçirdi. Kanadadan quyruq səsi çox qəribə bir yerdir. Məncə oradan nəsə bir astronomik bir şey kəşf edəcəklər. Bu arada gəlirimizi artırmaq lazımdır. Mən bu arada bir şey kəşf elədim. Özüm ayrıca Age of Story 2 Definite Edition oynuyordum. Gelişmə yatırımları oyda qalxındırır da dövləti də. Yəni biz onu başlayanda eləməliyik dövlətdə də. Bundan sonra gelişmə yatırımları eləyəcəm. Yəni onu fikirləşirəm. Bu arada Belçika Hollandaya işləyəcəm. Yəni çox qəşəng toparladıq özümüzü bu arada. Yəni bir dəqiqə inanmıram kimsə bizə qarşımıza gələ bilər. Biraz pulumuz artıya çıxsa, bizim satmalıyıq deməli. 2 dənə nəyə verim bunu? Vergi gəliri ordu baxımına verəcəm. Ay biz 153 mindən 188 mindən. Ay biz şey asimilyasiya eləməliyik. Bura nədir? Allahım, Roma kimdədir? Vay koçum, vay İspanyam, vay. Eyt be. Burada niyə qala var? Neyse boş ver. 200.000 gəlirə çıxdıq ana etibar. Yoxdur. Görürsən onunla döyüşəcək. Bunu eləməyimin səbəbi heç olmasa biz düz olaq da. Məsələn Fransa artıq buraya ordu yığmaq məcburiyyətində deyil. İspaniya indi biraz ordu yığır. İspaniya və yaxud da bura ordu yığmaq məcburiyyətində deyil. İspaniya birdən Belçikaya ordu qoyur. An etibarıyla keçdi, müsbətə keçdi. Mən buna verəcəm. Saxla. Pisiyor. Bir baxın, göstərəcəm sonra gelişmə yatırımları nə qədər dövlətə. Bir dəqiqə, atom bombası eləmək lazımdır bizə bir dəqiqə. 0.81 eləyək biz ekonomi. Bir də ekonomik araşdırma yatırımı eləyək. Xahiş edirəm artıq dərəcədə. Da bezdim mən atom bombası bir də məndə yoxdur. Dünya atomlarla bir-birlərinə girir, mən qalıram burada. Bunu üretim gəlirinə verəcəm artıq. Bu atom bombası lazımdır mənə. Atom bombası. Всё, yəni bu qədər. Bu qədər üstündə 0.80. 11 milyon yatırım eləyəcəm.
Oyunu da kaydeledik. Все, mükemmel bir şekilde. 17.5 yok, araştırma yatırım eləyik. Çox pisdir araştırmamı. Fulla bunu. Aha. İndi baxın görün, bax saxlayın burada. Gedək bir 5 milyona kimi yatırım eləyək. 5 milyon da hətta çoxdur. 5 milyona kimi, 5 milyona kimi əməlli yatırım eləyək, 5 milyona kimi əməlli yatırım. Əməlli yatırım 5 milyona kimi eləyək, 5 milyon. Bütün bu pulumuz getsin onda. Sonra gelişmə yatırıma bir dənə bastırsan 20 milyon. Uf, gəlir bir dənə fırlanır, bir dənə fırlanır. O dönüş eləyir də. Bir bu. Belçikanın ordular qaldı burada. Deyəsən askeri rejim qutardı, yazıqlardı. Bəlkə də deyirəm fəth eləyək, Belçikaya girək. Çünki bu İspaniya bura girəcək kimi. Az qalıb. Uf, 388. İşte bundan bahsediyorum. Gözlə, saxla. Elə bildim ki, nəsə döşəcəkdik, çox qorxdum. Restə şey eləyək, pul lazımdır. Ay, bəsdir bu qədər, 7 milyon. Bunu nəyə veririk 16 dənəni? Gelişmə yatırımlarına atıran bir şey var, yoxdur. Assimilyasyon nüfuslaşdırır. Ekonomi bölməsini fullləyəcəm. Qalanında üretim, ekonomi bölməsini fulllədik, qəşəng. Çıxıyorum buradan. Gəlirik buradan 8 milyon oldu. 9 milyon, 10 milyon eləyək bir dənə bunu, bir dənə. Gəlirik buradan gelişmə yatırımı. Atom olması eləyə bilirik. Aha, atom olmasını da eləyək bir dəqiqə. Saxla. Atom olmasın. Şimdi gəlirik buradan gelişmə. Gəlir dünya nüfus, ekonomik gelişmə. Bum. Baxın 432 min gəlir. Baxın indi diqqətlə baxın. Gözlüyün hamısı olsun. Bum, bir dənə də bas. Bum, bir dənə də bas. Baxın 432 mindən. Uy, 453 minə. Yəni 432 min. Ekonomik yatırımdan daha çox sərf eləyir. 64 min, 67 min. Ekonomik yatırımda aşırı yatırım cəzası alırıq. Çox da məntiqlidir. Bunu gəlib başlayanda eləyəsən. Yəni oyunun başlıqlarında bunu eləsən çox məntiqli olur məncə. Məncə bu gelişmənin də bir yatırım nəysə var bu gelişmədə. Bir şey var 100%. Bu vaxt yatırım eləyəcəyik. Torpaqlarda gelişməni fullləyəcəyik. Çünki araşdırma azadlıqda kömək eləyir bu. Gelişməni fullləyəndən sonra bütün qala, mala, hər şey, yəni ancaq inşaata bu gün ancaq yatırım, yəni bu yatırım videosu olacaq. Dövləti qalxındırmalıyıq. Ekonomiyi fırlandırmalıyıq. Bu qədər. Buna bax. Belçikaya bax, bir dənə gelişimə bax, Belçikaya bax. Görün nə qədər çoxdur. Buna bax, dünyaya uzaqdan bax, Belçikaya bax, bir dənə. Oy, da. Monqolistana bax, Çada bax. Yəni biz də Almaniya onlardan heç vaxt geri qalmamalıyıq. Türkiyəni artıq qısqandırmalıyıq. Hitlerdə bir dənə başa yatıra bilsəydik. Vay koçum, vay. Azərbaycanda iyi birəm. Vay. Dövlət. Budur. 58 milyon yatırım eləmişik dövlətə. 0.71'dədir. Biz bunu 0.80. Dünyada ortalama en yaxşı gelişmə. Bir dəqiqə saxla görüm. Kim nə deyir bu? İtaliya, Bosna, Herzegovina. Bezdimi. Mən araşdırma yatırım eləməliyik. Ondan əvvəl Belçika, Hollanda ilə keçirək. Son araşdırma yatırım. Bundan sonra Belçika, Hollandaya girmək lazımdır. Onları bir alaq. Ondan bir 100 min gəlir əldə eləyəcəyik hardasa. Yəni onların ekonomilərini 100 min gəlirə çıxarıq hardasa. Sonra fikirləşirəm ki, gedib nədən adı? Yenə yatırımlara. Biz necə ölkənin hər yerində qala, hər yerində bir şey, hər şeydə hər yer olacaqdı yəni. Bir dəqiqə saxla. Atom olmasa Hollandaya atdılarsa deməli biz Hollandaya girməliyik. Buradan da yanından basmıyor. 737 min. Onu bəslədir. Nəyə basacaq bunu? Vergi gəlirine. Qəşəng artırdı. Aha. Hollanda ilə kim döyüşə girib? Sırbistan. İntikam zamanı. İntikam vakti. Bu arada 400 min pula hardasa 100 min orada çıxır.
Belə hesablamışam. 15 milyon pul oldu. Yox, heç bir bizə asker erişim vermirəm.